Gününüz nura boyansın. Çox hörmətli Aynı SMB mediasının izləyiciləri. Sizlərlə yenə də Aynı SMB tribunası verilişinin günün icmalı rubrikasındayıq. Azəri Neytral Sərt Millətseverlər Birliyinin ideoloji katibi Sərraf Azəri bəy mikrofon önündədir. Hörmətli izləyicilər, bugün ölkəmiz üçün çox əlamətdar bir gündür. Belə ki, ümummilli liderimiz mərhum Heydər Əliyevin doğulduğu gündür. O 1923-cü ilin bu günündə dünyaya gəlib. Heydər Əliyev artıq aramızda olmasa da onun ideyaları yaşayır və qalib gəlir. Ümummilli liderimizə Aynı SMB təşkilatının adından, o cümlədən təşkilatımızın sədri İbrahim Azəri bəyin adından, eləcə də öz adımdan Ulu Tanrıdan rəhmətlər diləyirəm. Təbii ki, günün xəbər icmalı yenə də zəngindir. Ancaq məqam o məqamdır ki, gərək indi günün xəbər icmalının qısa xülasəsini təqdim edeyim. Ona görə də anonsları dinləyin. Beləliklə anonslar. Qələbə paradının yekunları. Ondan kimlər razı, kimlər narazı qaldılar. Həqiqətə dair faktlar Aynı SMB tribunasından açıqlanacaq. Zakarpatiyada kimlər ifşa edildilər? Onlar barədə Aynı SMB tribunasından eşidəcəksiniz. Çinin istehsal etdiyi G-10C qırıcı təyyarəsi harada, nə etdi? Hadisənin təfərrüatları Aynı SMB tribunasından söyləniləcək. Budapeşt niyə qəzəbləndi? Səbəbini Aynı SMB tribunasından söyləyəcəyik. Bazar günü nə ola bilər? Bu barədə Aynı SMB tribunasından danışacağıq. Hansı dostumuz düşməninə müharibə elan elədi? Suala cavab Aynı SMB tribunasından veriləcək. İndi isə təfərrüatlara keçirik. Moskvada Putin və Xi Jinpingin qəbul etdiyi parad başa çatıb. Rusiyaya uçub gələn digər qonaqlar isə tribunada Putinlə bir sırada olmayıblar. Hətta Moskvaya oğlu Kolya ilə gələn Belarusiya prezidenti Aleksandr Lukashenkoya da tribunada yer tapılmayıb. Serbiya prezidenti Aleksandr Vučić və Slovakiyanın baş naziri Robert Fico da özlərini Qızıl Meydana çatdırıblar. Bu il ilk dəfə olaraq paradı Sələfi Sergey Şoygunun yerində müdafiə naziri olmasına baxmayaraq, işgüzar kostyum geyinən, ixtisaslı hərbçi olmayan, hərbi təcrübəsi olmayan, ordu sıralarında xidmət etməmiş və təyinat gününədək hərbi strukturlarda heç bir vəzifə tutmayan Rusiya Federasiyasının müdafiə naziri Andrey Belausov qəbul eləyib. Paradda Müdafiə Nazirliyinin, Federal Təhlükəsizlik Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin və Rusiya Federasiyasının Rus Qvardiyasının 11 mindən çox hərbçisi iştirak edib. Bundan əlavə 13 ölkənin Vyetnam, Belarusiya, Misir, Qazaxıstan, Qırğızstan, Laos, Monqolistan, Myanma, Tacikistan, Türkmənistan, Özbəkistan və Azərbaycanın hərbçisi Qızıl Meydandan keçib. Həmçinin Moskvadan Çin hərbçiləri də keçiblər. Onları Xi Jinping salamlayıb. Putin bu zaman ayağa qalxmayıb. Putin müxtəsər danışıb. O, ümumilikdə Ukrayna və Ukraynadakı müharibə haqqında heç nə deməyib. Yalnız xatırladıb ki, 2-ci Dünya müharibəsində planetin əhalisinin 80% iştirak edib və Avropada 2-ci cəbhənin açılması qələbəni yaxınlaşdırıb. İlk dəfə olaraq paradda Rusiya Federasiyasının hərbi təyinatlı pilotsuz uçuş aparatı qoşunlarının bölmələri də iştirak edib. Və cənab Xi'yə, o cümlədən yerdə qalan digər qonaqlara hər gün Ukrayna şəhərlərinə zərbələr endirən bu zərbə dronlarına baxmaq imkanı verilib.
Elə növbəti məlumatımız Ukrayna ilə bağlıdır. İndi onu təqdim edirik. Ukraynada casus qalmaqalı. Ölkənin xüsusi təhlükəsizlik xidməti tarixdə ilk dəfə Macarıstan hərbi kəşfiyyatının Zakarpatiya ərazisində fəaliyyət göstərən casus şəbəkəsini üzə çıxarıb. Casuslara hərbi vəziyyət şəraitində dövlətə xəyanət etmək tapşırığı verilib. Onların gedişi üzrə hərəkət etdikləri ssenari isə basqına hazırlıq adlanır. Şəbəkənin kuratoru Macarıstan hərbi kəşfiyyatının fəaliyyətdə olan əməkdaşı olub. Onun şəxsiyyəti müəyyən edilib. Casuslardan biri isə Berigov rayonundan olan 40 yaşlı, hələ 2021-ci ildə ələ alınmış sabiq hərbçidir ki, onu 2024-cü ilin sentyabrında fəallaşdırıblar və o dərhal tapşırıq alıb. Əks hava hücumundan müdafiə qüvvələrinə və hərbi strukturlara düşmək üçün yollar axtarmaq, S-300 və Ukrayna Silahlı Qüvvələrinin digər hərbi obyektləri haqqında məlumatlar ötürmək, ölkədə yaşayan Macar azlığın mühacirət vəziyyətini və əhval-ruhiyyəsini öyrənmək və araşdırmaq ki, bölgədə hansı güc mənsubları var və onlar nəyə qadirdir. Casus məlumat toplayaraq xəstə atasından xəbər bilmək adı ilə ölkədən kənara getmək üçün arayış alaraq sərhədi keçib və orada xidmətinə görə pulunu aldıqdan sonra kuratorun yeni tapşırıqlarını yerinə yetirmək üçün geri qayıdıb. Cinayətkarları əmlaki müsadirə olunmaqla ömürlük həbs cəzası gözləyir. Növbəti məlumatımız planetin ən gərgin nöqtələrindən biri ilə, daha doğrusu bu nöqtədə istifadə olunan hərbi texnika ilə bağlıdır. İndi onu təqdim edirik. Planetimizin xəritəsindəki ən qaynar nöqtələrdən birindən aldığımız xəbərə görə, sən demə Pakistan və Hindistan arasında yaranan münaqişənin açarı Çinin əlindəymiş. Çin özünün illərlə Pakistana verdiyi silahların necə istifadə olunmasını diqqətlə izləyir. Yeni Dehli və İslamabad qüvvələri arasında olmuş hava döyüşündə İslamabad özünün də bəyan etdiyi kimi 5 qırıcı təyyarəni vurmaqla faktiki olaraq qalib gəlib. Halbuki Hindistan onlardan 3-ünün vurulduğunu təsdiqləyib. Hindistan, daha dəqiq desək, fransız Rafalını endirmək G-10C markalı Çin istehsalı olan qırıcının sayəsində mümkün olub. Qərb mətbuatının yazdığına görə, hazırda dünyanın diqqəti nəinki yalnız cəbhə xəttinə, həm də Çin silahının keyfiyyətinə doğru yönəlib. Son 10 il ərzində ilk dəfədir ki, Çinin döyüş texnologiyaları əsl hərbi qarşıdurmanın mərkəzində dayanıb və bu Çin üçün həqiqət anı ola bilər. Çin silahının keyfiyyətinə dair qələbə xəbərlərindən sonra bu ölkənin avia nəhənginin məhsullarına tələbat həftə ərzində 40% yüksəlib. Səhmdarlar və hərbi təhlilçilər bunu güclü xəbərdarlıq kimi qiymətləndiriblər. Çin silahı artıq oyuna daxil olub. Qeyd eləyək ki, son 5 il ərzində Pakistana satılan silahların 81%-i Çinin payına düşür və onların içərisində G-10C qırıcı təyyarələri, PL-15 raketləri və radiolokasiya sistemləri əsas yer tutur. Növbəti məlumatımız Budapeştdən gəlib, indi onu təqdim edirik. Budapeşt və Kiyev arasında böyük beynəlxalq qalmaqal yaranıb. Macarıstan Ukraynanın ölkə əleyhinə məxfi casusluq fəaliyyəti ilə məşğul olan 2 diplomatını ölkədən qovub. Bu barədə Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Siarto bildirib. O, Ukraynanı Macarıstan əleyhinə təbliğatda günahlandırıb və bildirib ki, Macarlar buna dözməyəcəklər. O deyib. Bundan əlavə, Macarıstan xalqı indi Ukraynanın Avropa Birliyinin üzvü olub-ola bilməyəcəyi barədə qərar verməyə hazırlaşır. Biz Ukraynada Macarıstan və Macar xalqına
böhtan atılmasına dözməyəcəyik. Ona görə də diplomat adı altında casusluq eləyən 2 şəxsi ölkədən xaric eləmişik. Qeyd eləyək ki, Ukraynada öz növbəsində Macar diplomatlarının ölkədən çıxması üçün onlara 48 saat vaxt verib. Növbəti məlumatımız xoşməramlı bir məlumatdır. Kaş necə deyərlər elə bu cür olsun. İndi onu təqdim edirik. Bazar günü atəşkəs gözlənilir. Almaniyanın yeni kansleri Friedrich Merz Brüsseldə mətbuat konferansında söyləyib ki, yaxın günlərdə Ukraynada atəşkəs barədə razılığa nail oluna bilər. O deyib, indi şans var ki, həftənin sonunda Moskvada bayram paradının başa çatmasının ardınca 30 günlük atəşkəs üçün imkan yaransın. Ukrayna bu təşəbbüsü dəstəkləyir və ona razıdır. Amerika Birləşmiş Ştatları bu təşəbbüslə çıxış eləyərək onu böyük Avropa dövlətlərinə təklif eləyib və onlar da razılaşıb. Mən güman eləyirəm ki, bu bütün Avropa İttifaqına aiddir, eləcə də NATO-ya. İndi top tamamilə Moskvanın meydanındadır. Növbəti məlumatımız yenə də dünyanın ən qaynar nöqtəsinə aiddir, yəni Pakistan-Hindistan qarşıdurmasından söhbət gedir, onu təqdim edirik. Pakistan Hindistana qarşı hərbi əməliyyatlara başladığını elan edib. İslamabadda təsdiqləyiblər ki, bu Hindistanın silahlı qüvvələrin qərargahı da daxil olmaqla Pakistanın hərbi obyektlərinə endirdiyi zərbəyə cavab zərbəsidir. Pakistandan məlumat veriblər ki, raket anbarı da daxil olmaqla Hindistanda 210 hədəfə zərbə endirilib. Hər iki tərəf vəziyyətin gərginləşməsində bir-birini təqsirləndirib və düşmənin zərbələrinin uğursuz olduğunu bildirib. Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti J.D. Vance tərəfləri gərginliyi azaltmağa çağırıb. Dövlət katibi Marco Rubio isə münaqişəli vəziyyətin dinc məcraya qaytarılması üçün vasitəsilik təklif edib. Hazırda Pakistanda Hindistanla sərhəddə yerləşən yaşayış məntəqələrində əhalinin təhlükəsiz ərazilərə təxliyəsi həyata keçirilir. Yerli sakin Mahmud Əhməd mediaya bildirib, bütün kişilər buradadır, yalnız qadınlar və uşaqlar gediblər. Mal-qara, bir sözlə hər şey yerindədir. Onlar, yəni qadınlar və uşaqlar gedərkən özləri ilə heç nə götürməyiblər. Əgər müharibə başlayarsa, biz Hindistanla vuruşacağıq. Hörmətli izləyicilər, günün xəbər icmalının son məlumatı elə bu idi. Bax, burada verilişimiz tamamlanır. İnşallah növbəti verilişlərdə görüşərik. Hələliksə sağ olun, salamat qalın.